Salatu vesselamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu emme ba'd. Dün ne getirdik? İhtinas sıratal mustaqim. Ve Fatiha'nın ikinci yarısı nedir? Duadır. Birinci yarısı tərif. Ve sonra insanın yani öz acizliğini, kasıblığını, qulluğunu etiraf etməsi, sonra da dua gəlir. Əgər belə olarsa insan dua etdiyi zaman Allah Teala'nı təriflədikdən sonra öz qulluğunu, acizliyini etiraf edərsə və sonra da duaya keçərsə o duanın qəbul olmasına səbəb olar. Deməli, İyyəkə nə'budu və İyyəkə nəstə'in nə idi? Lillahi bir də billah. Deməli, İbn Qayyim nə buyurur? Deməli, insanın həyatı gedişatı necə olmalıdır? Bu iki şeyin üzərində olmalı. Lillah olmalı və billah olmalıdır. Çalışmalıdır ki, əməllər təmiz olsun, heç nə qarışmasın, Allah üçün olsun və eyni zamanda da bütün işlərində də Rəbbindən yardım istəyərək olsun. Sonra İhdinas sıratal mustaqim götürdük. Ne demekti? İhdina bizi hidayet et. Es-sırat yol, el-mustaqim doğru yol. Deməli, burada İhdinas sıratal mustaqim deyildiği zaman ümumi olarak ne istənilir? Sabitlik istənilir. Yani kimse diyebilir ki, yani insan artık namaz kılırsa, yani bu insan hidayet olur. Hidayet olubsa, yani bu duanın deməyinə ihtiyac ve hidayet istemesine kısaca olarak deyilir ki, insan sabitlik istəyir, yaxud təfsilat istəyir. Ama geniş formada nə idi? Geniş formada 7 şey Allah'tan istemiş olur. Geniş formada İhdinas sıratal mustaqim duasının içerisine neçə şey daxildir? 7. Onlardan birincisi bilmək. Deməli, sən İhdinas sıratal mustaqim dediğin zaman Allah'tan ne istəyirsən? Doğru ilim, səhih ilim istəyirsən. Çünkü ilim səhih olmasa hidayet olabilmez. Hidayetin olması için, hasıl olması için birinci səhih ilim olmalı insan. Bildiğini doğru şekilde, düzgün şekilde bilmelidir. Sonra ne gelir? Qadir olması. Qadir olması, gücünün çatması. Çünkü insan özü-özlüyündə acizdir. Yani Allah Teala'dan istəyir ki, onu qadir etsin. Ve üçüncü, istəyənlərdən olması. İstəyənin qəlbində o əməli yerinə yetirməyə istəyin olması. Yani Allah Teala'dan istəyir ki, onu istəyənlərdən etsin. Dördüncü, edənlərdən. Beşinci, sabitlik. Yani Allah da İhdinas sıratal mustaqim dediği zaman Allah Teala'dan sabitlik istəyir. Bu yolda sabit kalmalı. Yani çünkü sabitlik asan mesele değil. Görürsən, insan geldi bir ay, 2 ay, 1 yıl, 2 yıl ve sonra görürsən ki, yoktur, sabit kalmak çətindir. Yaxşı. Sonra 6. ise maniyelerden uzak olmaktır. Maniyelerden uzak olmaq. Çünkü maniyeler insanın bu yol getməsinə mani olur, qarşısını alır. Görürsən ki, bir şey sənin getməyinə mani olur, onu tərk eləməlisən. İnsan da necə gedir bu yolu? Bu yolu getməsi, ahirət yolunu getməsi nə ilə olur? Yani elm və əməl. Bilir insan öyrənir, əməl edir, öyrənir, əməl edir. Görürsən ki, sənin elm öyrənməyinə və əməl etməyinə bir şey mani olur, ondan uzaq olmalısın. Və burada misal nə gətirildi? Dedikodular. Dedikodular. Sən dedikodularla məşğul olduğun zaman elm öyrənə bilirsənmi? Yox. Əməl edə bilirsənmi? Yox. Deməli, dedikodular, artıq söhbətlər, o belə dedi, bu belə dedi. Bunlar hamısı şeytanın hilələri, torudur. İnsan onları ora salaraq dedikodularla, boş söhbətlərlə məşğul etmək istəyir. Ona görə insan bunların hiçbirini məhəl qoymadan yolunu getməyə çalışmalı. Yəni, öyrənməli, əməl etməli. Öyrənməli, əməl etməli. Və 7-cisi nə oldu? Təfsilatı bilmək. Çünki bu şəriət genişdir. İnsan təfsilatı bilməlidir ki,
Yəni bu doğru yol gedə bilsin və bu doğru yol üzərində sabit qala bilsin. Və həmçinin elə məsələlər də vardır ki, yəni bu duanın içərisinə daxil olmasa da, ümumi hidayətin içərisinə daxildir. Allahümme əhdini dualar var da. Allahümme əhdini fîmən hədəyt. Ümumi məsələn, sən hidayət etdiyin kimsələrin içərisinə mən də hidayət et. Və bundan öncə də insanın məsələn əməllər var. Əməllərin içərisində bir digərindən daha əfsəldir. Ona hidayət olmağa ehtiyacı var. Sonra insanın ölüm anında sabit qalmaq üçün hidayət olmasına ehtiyacı var. Ölüm anında. Çünki biz götürdük ki, ölüm anı, İbn-i Qayyim Rahimullah deyir ki, insanın ən zəif düşdüyü andır. Ölüm anı insanın ən zəif düşdüyü andır və şeytanın da bütün gücünü toplayaraq insanoğlunu azdırmaq istədiyi andır. Və o vaxtda kim sabit qalır? Allah Teala'nın rəhm etdiyi, yardım etdiyi, hidayət etdiyi kimsələr. Deməli, o anda bizim nə ehtiyacımız var? Allah'ın rəhmə hidayətinə ehtiyacımız var. Və həmçinin qəbrə qoyulduqdan sonra iki mələyin sorğu-sualında cavab vermək üçün hidayətə ehtiyac var. Doğru cavab ver. Mən Rabbuk və mə dinuk və mə nəbiyyuk. Rəbbin kimdir, dinin nədir və Peyğəmbərin kimdir? Yəni fikir verin, axirətin imtihanı çox deyil, uzun deyil və həmçinin bilinir cavabdır. Sən dünyadakı imtihana görə suallar nə qədər çoxdur, bilmirsən nə sual çıxacaq. Amma burada isə bilinir. Amma bilinməyinə baxmayaraq hər adam cavab verə bilirmi? Yox. Kim ki əməl edir, əməl edən cavab verə biləcəkdir. Əməl etməyən isə cavab verə bilmir. Çünki gəlir ki, facir soruşulduğu zaman mən Rabbuk, mən Nəbiyyuk, mən Dinuk, hər dəfə deyəcək, ha, lə ədir. Nə deməkdir ha? Bilirdi, sanki ama yadına sala bilmir. Bilir, elə bir yadına sala bilmir. Necə ki, məsələn, bir mövzuda söhbət olub, eşitmirsən, indi səndən soruşulur. Sən, ha, belə deyirsən, istəyirsən yad gətirəsən, gətirə bilmirsən. Yəni, alatoran yadında qaldı. Və gəlir ki, deyəcəkdir ki, Semi'tun nəs yəqulunə şeyən fəqultum. Mən də insanların bir şey dediyini eşitdim, mən də dedim. Yəni, buradan fayda olaraq çıxarırlar ki, əqidədə təqlid fayda vermir. Məsələn, əqidəsində nə etməlidir? Öyrənməlidir. İnsanların belə dediyini eşitdim, dedim. Amma əməl etmədiyi üçün, kör-köranı olduğu üçün cavab verə bilməyəcəkdir. Allah qorusun. Və elə bil ki, bu da nəyə səbəbdir? Əzabın daha da artmasına. Məsələn, bəzən sual verirəm, deyirsən, filan məsələ, deyirsən, bilmirəm. Adam rahatdır da. Amma bir də var, bilirsən, gətirə bilmirsən. O daha adamı ağrı verir. Və bu da həmçinin bir növ, o bilib cavab verə bilməməsi mənəvi əzab sayılır. Və həmçinin burada necə ki insan ilə sırata, yəni bu doğru yola yönəlməyə ehtiyacı olduğu kimi həmçinin başqa bir hidayətə də ehtiyac var. Sırat körpüsünün üzərindəki hidayətə ehtiyac var. Dünyada da sırat var, ahirətdə də sırat var. Dünyada bu sıratın üzərində insan hidayətə ehtiyac var, düzgün getməsi üçün. Və həmçinin də alə sırat üzərində də hidayətə ehtiyac var. Çünki sırat körpüsü saçdan daha nazikdir və qılıncdan daha itidir və üzərində kələlib olacaqdır. Kələlib qarmaqlardır və buna görə də orada doğru düzgün getməsinə ehtiyac vardır. İbn-i Qayyim Rahimullah deyir ki, İnsan bu dünyadaki sıratın üzerinde olan gedişatına baksın. Eynisini orada gidecekti. Burada necə gedimsə, eynisini oraya. Əgər burada qarmaqlar çox olubsa, orada da çox olacaqdır. Eğer burada az olubsa, orada da
az olacaq. Necə ki, hədisdə gəlir ki, qarmaq kimə ilişdisə və sonra qarmaqdan xilas ola bildisə, salamat qalacaqdır. Ya əgər qarmaq insana ilişdi və ondan qurtula bilmədisə, aşağı cəhənnəmdir, oddur. Cəhənnəmə atacaqdır, Allah qorusun. Və deməli, orada qarmaq olduğu kimi burada da qarmaqlar var. Və buradakı qarmaqlar nədir? Şübhələr və şəhvətlərdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və sələm hədisdə misal çəkir, deyir, daraballahu sıratan müstəqimə. Allah Teala doğru yola misal çəkir. Doğru yola misal çəkir. Və fi cəmbətihi sırat suran. Təsəvvür edin, yol gedirsiniz, yolun qırağında divarlar vardır. Yol kənarlarında divarlar var. Misal. Yəni, Quranda da misallar var, hədislərdə də misallar var. Misallar elə bilir ki, mənəvi şeyləri insanın zehninə yaxınlaşdırır. Və sonra buyurur ki, divarlarda açıq qapılar vardır. Yol gedirik, kənarlarda divarlar, divarlarda nə var? Açıq qapılar və qapılardan da pərdələr sallanıb. Və sonra buyurur ki, yolun başında bir carçı var. Və o carçı deyir ki, ey insanlar, hamınız bu yola girin, sağa sola əyilməyin, çevrilməyin. Yolun ortasında isə başqa bir carçı vardır. İnsanlardan biri o qapını, yəni pərdəni aralamaq istədiyi zaman deyər ki, vay ləkə, vay olsun sən, lə təftəhhu, açma, açsan girəcəksən. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm izah edir ki, o yol İslamdır. Yol İslamdır. Yolun kənarlarında olan divarlar Allah Teala'nın qoyduğu hədlərdir. Və pərdələr sallanmış açıq qapılar günahlardır, şəhvətlər və şübhələrdir. Və yolun başında olan carçı isə Allahın kitabıdır. Hamınız bu yola girin, sağa sola əyilməyin. Və yolun ortasında olan carçı isə hansı ki insanlardan biri pərdəni açmaq istədiyi zaman açma, açsan girəcəksən, o da nədir? Vaizullahdır. Hər bir insanın qəlbində olan vaizullah. Vaizullah nədir? Allahın nəsihətçisi. Allahın nəsihətçisi. Digər rivayətlərdə isə gəlir ki, mələkdir, mələyin səsidir. Və görürsən, insan hər hansı bir günahla qarşılaşdığı zaman birinci insanın içindən səs gəlir ki, etmə. Sonra ikinci səs gəlir, et, o şeytanın səsidir. Birinci gələn səs, etmə, mələyin səsidir. Demək, o da deyir ki, o açma, o hər bir müsəlmanın qəlbində olan vaidullahdır. Yəni, Allahın nəsihətçisidir. Və burada deməli, oxşarlıq nədir? Deyilir ki, divarda qapılar var. Demədi ki, qapılar, möhkəm, bağlı, kilitli deyilmədi. Açıq qapılar, sadəcə pərdələr sallanıb. Yəni, onu bildirir ki, insanın şübhəyə və şəhvətə düşməsi də asandır. Açma, açsan girəcəksən. Və həmçin misal gətirirlər ki, insan oraya girəndən sonra tez qayıdarsa, yenə qayıtması asan olur. Yox, əgər çıxdısa qapıdan, çıxdısa və uzaqlaşdısa, onda qayıtması çox çətin olur. Elə bir ixtirasdır, çıxır Quruntovaya. Biraz çıxıbsa qayıdır. Amma böyle çox çıxıbsa heç ixtirası tapa bilmir axı. Və eyni ilə də burada da insan, məsələn, şübhələr, yüngül şübhələrdirsə, insan qayıda bilir. Amma artıq şübhələrdə dərinə gidirsən, şübhələr düşənlər, təkfir, digər şübhələr var da, görürsən, dərinə gedəndən sonra qayıdanlar çox nadir hallarda olur. Və həmçində şəhvətlər. İnsan artıq şəhvətlərin dərinliyə gedəndən sonra qayıtması çox çətin olur. Və ona görə İbn Qayyim rahimehullah deyir, sən bu yolda olan gedişatına bax. Eynisini orada gedəcəksən. Əgər burada qarmaqlar çox olarsa, orada da çox olacaqdır. Buradakı qarmaqlar nə oldu? Şübhələr və şəhvətlər.
Şübhə. Yəni insanın da azması bu iki tərəfdəndir. Üçüncüsü yox. Ya şübhədir və yaxud da şəhvətlərdir. Əgər az olubsa az olacaqdır. İbn-i Qayyim rahimehullah deyir ki, müəllimim, yəni İbn Teymiyyə rahimehullah deyir, mənə bir tövsiyə etdi. Mən o tövsiyədən çox faydalandım deyir. Böyük bir fayda götürdüm. Deyir, o mənə dedi ki, sən deyir qəlbini şübhələrə qarşı güzgü kimi et. Qəlbini şübhələrə qarşı güzgü kimi. Yəni həm şübhəni göstərsin, həm də bərk olduğu üçün dəf eləsin, sürüşdürsün, saxlamasın. Yəni deyir ki, sənin qəlbin şübhələrə qarşı tənzif kimi olmasın. Maçalka kimi, qupqa kimi olmasın. Hər gələn şübhəni sorup saxlama. O sordusa ondan sonra insanın çıxartması çətin olur. Qəlb zəif şeydir. Düşdüysə qalır. Ona görə deyirsən saxla burada. Ola bilər şübhədir, bilmirsən cavabını, amma sən deyilən ki bunun cavabı var. Öyrənəcəm. Amma bir də var ki, yəni sən içəri daxil edirsən, sonra axtarırsan cavabı. Bir də var saxlayırsan. Saxlayırsan, içəri buraxmırsan. Mən bilmirəm, amma bilənlər var, öyrənəcəm. Və öyrənəndən sonra onu dəf edirsən. Ona görə deyir, mən bu tövsiyədən deyir, çox faydalandım. Deyir, sən deyir, qəlbini şübhələrə qarşı tənzif kimi etmə, güzgü kimi et. Həm göstərsin şübhə olduğunu və həmçinin özündən uzaqlaşdırsın. Və həmçinin hidayətin növləri içərisində bir də vardır ki, insanın cənnət qapısına hidayət olmasıdır. Cənnət qapısına, cənnətə və bundan sonra isə daha da böyük olan cənnətdəki evinə hidayət olmasıdır. Bu ümumi duaların içərisinə gedir. Allahümme ehdini fîmen hedeyt. Ümumi sən hidayət istədiyin zaman bunların içərisinə daxil olur. Çünki insanın qiyamət günü də hidayətə ehtiyacı var. Allah Teala buyurur: "Ellezine qutilu fi sabilillahi ve len yudilla a'malahum." O kəslər ki, Allah yolunda öldürülüblər, Allah Teala onların əməllərini zayi etməyəcəkdir. Seyehdihim ve yuslihu balahum, və onları hidayət edəcək və işlərini səhmana salacaqdır. Və yudxiluhumul cennete arrafa lehum, və dünyada ikən tanıtdığı cənnətə onları daxil edəcəkdir. Yəni, bu da onu bildirir ki, birinci ölüm gəldi, ölümdən sonra nə gəlir? Hidayət, sonra cənnət. Yəni, öləndən sonra da insanın hidayətə ehtiyacı vardır. Və alimlər də gətirir ki, nəyə ehtiyacı var öləndən sonra? Sırat körpüsünü tapmaq üçün. Çünki Sırat körpüsünün əvvəli zülmət, qaranlıq olacaqdır. Və sonra da Sırat körpüsündə irəliləmək üçün də insana hidayətə ehtiyacı vardır. Və bundan sonra hidayətin iki növü var. Hansılardır? Tevfiq, hidayət, bir də irşad, hidayəti, irşad, bir də dəlalə, hidayətül irşad və dəlalə və bəyan. Deməli, hidayətin iki növü oldu? İki növü. Yol göstərmə hidayəti, bir də tevfiq hidayəti. Tevfiq nədir? İmanın qəlbə yerləşdirilməsi. Bu Allaha aiddir. Amma yol göstərmə isə bu Peyğəmbər sallallahu aleyhi və səlləm və onun yolunu gedən hər bir kəsə aiddir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yolu göstərir və alimlər də, möminlər də yolu göstərir. Amma hər kəs hidayət olurmu? Xeyr. Və qəlbə onun yerləşdirilməsi isə bunu Allaha aiddir. Necə ki Allah Teala Qasas surəsində buyurur ki: "İnneke la tehdi men ahbabte, velakin Allah yehdi men yasha." Sən sevdiyini hidayət edə bilməzsən. Allah istədiyini hidayət edir. Və başqa ayədə isə buyurur ki: "İnneke la tehdi ila sıratın müstəqim." Həqiqətən sən doğru yola hidayət edirsən. Mesela bilmeyen adam deyir ki, burada ziddiyyət var. Burada gəlir ki, sən hidayət edirsən, bu bir ayə deyirsən, hidayət edə bilməzsən. Ona görə ayələr, yəni zahirən ziddiyyət görünsə, ziddiyyət ola bilməz. O cəm olunur da. Ona görə də alimlər deyir ki, var dəlalət hidayəti, yol göstərmə hidayəti. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sən göstərirsən. Amma
Abu Talibin iman gətirməsi məsələsində çox yanırdı. İstəyirdi ki, ona çox kömək eləmişdi, istəyirdi ki, hidayət olsun. Amma hidayət olmadı. Ona Allah Teala ayə nazil edir ki, İnnəkə la tehdi mən əhbəbdə və lakin Allah yəhdi mən yəşə. Sən istədiyini hidayət edən deyilsin. Lakin Allah Teala istədiyini, sən sevdiyin də hidayət edən deyilsin, lakin Allah da istədiyini hidayət edir. Və buna görə İbn Qayyim Rahimehullah deyir ki, bu iki hidayət müstəqil hidayətdir və xoşbəxtlik bu ikisi ilə hasil olur. İkisi ilə. Həm insan öyrənməli və həmçinin müvəffəq olmasıyla. Və buradan da deyir ki, və min huna yu'lamu iddirarul abdi ilə sual hadihi da'va fawqa kulli darura. Və buradan da artıq insanın bu duaya olan zəruri ehtiyacı ortaya çıxır. Yəni bizim bu duaya nə qədər ehtiyacımız var? İhdina sıratal müstəqim duasına. Və həmçinin bəzilərinin dediyi sözün batil olmasına ki, əgər biz hidayət olmuşuqsa, nə üçün Allahdan hidayət istəyirik? Bizim haqdan bilmədiklərimiz haqq olan məsələlər bildiyimizdən qat artıqdır. Və mə lə nuridu fi'ləhu təhəvunə və kəsələn mitlə mə nuriduhu av əksər minhu avduna. Yəni bizim etmək istəmədiklərimiz tənbəlliyimizə görə, səhlənkarlığımıza görə istədiyimiz qədər və yaxud ondan da daha çoxdur. Var məsələn, etmək istədiyimiz əməllər var, bir də etmək istəmədiklərimiz var. Onlar da daha çoxdur. Onun üçün nəyə ehtiyac var? Hidayətə ehtiyac var da istəmək üçün. Və həmçinin biz məsələn bilib qadir olmadığımız nə qədər işlər vardır. Və yaxud da ümumi bilib təfsilatına hidayət olmadığımız nə qədər məsələlər vardır. Və buna görə də insanın tam hidayətə olduqca böyük ehtiyacı vardır. Yaxşı. Bundan sonra qəliz olmadı ki, başa düşülür də. Deməli, qısaca yenə təkrarlayaq. Hidayət neçə yerə bölündü bu? 2 yerə. Hansılardır? Tevfik. Vaffaqa, yuvaffiqu. Müvəffəqiyyət sözü oradan da. Muvaffaq. Tevfik. Tevfik sözü var da. Tevfik. Tevfik, yəni müvəffəq etmək deməkdir. Tevfik, müvəffəq etmək. Yəni imanın qəlbə yerləşir. Bu kimə aiddir? Allah Teala. Bir də var hidayətül irşad. İrşad nədir? Yol göstərmə. Arşədə, yürşidə yol göstərmə ilə aid. İnsan bilir, yol göstərir. Bax, doğru yol budur, cənnətin yolu budur. Sən əgər Allah Teala onun qəlbinə yerləşdirməyibsə, səhərdən axşama qədər danış, faydası yoxdur. Deməli, bu ikisi hasil olandan sonra nə olur? Tam hidayət olur. Sonra gəlir ihdina sıratal müstəqim. Deməli, sıratal müstəqim nədir? Yəni, aydın yoldur, hansı ki, orada heç bir əyrilik yoxdur. Ümumiyyətlə, alimlər deyir ki, sırat sözü tək gələndə elə düzgün yol deməkdir. Sırat özü-özlüyündə düz olmasa sırat adlanmır. Düz olmasa. Bəs nə üçün deyir burada? Sıratal müstəqim bir də gəlir. Əgər sırat sözü özlüyündə düz mənasını verirsə, düz yol. Bəs müstəqim yenə gəlməsinin hikməti nədir? Və bəzilər gətirir ki, bu sifətül kəşfə deyilir. Yəni, onu izah edən bir sifət. İzah edən bir sifət. Yəni, onun həqiqətini izah edən bir vəsf olaraq gəlir. Necə kimsə Allah Teala buyurur, يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ. Onlar kitabı əlləri ilə yazırlar. Belə, ümumiyyətlə, insan nə ilə yazır? Əllə yazır da. Amma yenə gəlir ki, əlləri ilə yazırlar. Belə təkcə yazırlar desə, başa düşülür də. Orada gələn əydihim sözü, yəni tam ki izah üçündə. Yaquluna bi afwahihim. Ya onlar ağızlarıyla deyirlər. Və həmçinin misal gətir sifətül kəşfiyə. Və mə min dəbbətin fil ardı və la tayr yatir bi cənahiyhi. Yer üzərində elə bir canlı və göydə qanad çalan elə bir quş yoxdur ki, sizin kimi bir ümmət olmasın.
göydə bir cənə iki qanadı ilə qanad çalan. Yəni uçan quş deyilsəydi kifayət edirdi də, amma iki qanadı ilə bu nədir? Yəni bunda misallar var da. Yəni ayağı ilə gəzən insan, dili ilə danışan, gözü ilə baxan. Məsələn, baxan deyəndə avtomat bir insan gözü ilə baxır da. Yəni əlavə gələ gözü ilə bax, onu vəsfini açan sifət deyilir. Yaxşı, burası da ayrı. Sonra gəlir. Mə hu hədə sıratul müstəqim. Bu doğru yol nədir? Sıratul müstəqim nədir? Bu doğru yol Allah Teala'nın peyğəmbərlərin dili ilə qulları üçün qoyduğu bir yoldur. Bu yol qullarını özünə çatdırır. Bundan başqa bir yol yoxdur. Digər yollar hamısı bağlıdır. Və bu yolun da həqiqəti nədir? Allah Teala'nı ibadətdə təkləşdirmək, Rasulları da tabiçilikdə təkləşdirmək. Yəni insan ibadət edərkən Allah'a şərik qoşmaması və həmçinin yalnız Rasuluna tabi olmasıdır. Yəni itaətdə də başqasını peyğəmbərə şərik qoşmamaq. Nə deməkdir? Sünniyə əməl etmək. Yəni bəzən də görürsən, kiminsə sözünü Peyğəmbər sallallahu sözü kimi götürmək, başqasına ona şərik qoşmaqdır. Deməli, bu yolun həqiqəti, sırat-ı müstəqim nədir? İbadəti şərik qoşmadan və tabiçilik baxımından yalnız Peyğəmbər sallallahu aleyhi ve sellem tabi olaraq insanın getdiyi yoldur. Və bununla artıq insan tövhidi gerçəkləşdirmiş və tabiçiliyi gerçəkləşdirmiş olur və bu da La ilahe illallah və Muhammed Rasulullah kəlməsinin məzmunudur. Yəni özündə əhatə etdiyi bir mənadır. Yəni La ilahe illallah, yəni Allah Teala ibadətdə təkləşdirməyi tələb edir və Muhammed Rasulullah isə tabiçilikdə Peyğəmbər sallallahu aleyhi və səlləmi təkləşdirməyi tələb edir. Ən tuhibbəhu bi qalbiki kull və turdi və bi cuhdikə kulli fələ yəkun fi qalb mavdi illə mə'mur bi hubbihi. Və Muhammed Rasulullah dediğin zaman deməli sən onu qəlbinlə Peyğəmbər sallallahu sevməli və qəlbində yəni sevgi olaraq ondan başqasına yer olmamalıdır. Yəni Allah sevgisindən sonra ikinci gələn sevgi Muhammed sallallahu aleyhi ve sellem olan sevgi. Birincisi insan La ilahe illallah deməklə gerçəkləşdirir. İkincisi isə Muhammed Rasulullah şəhadəti ilə. Və hədə huvəl hədyül kəmil, yəni kamil yol elə budur. Haqq din budur. Rasulları Allah Teala bunun üçün göndərmişdir və bu da haqqı bilib ona əməl etməkdir. Zahirən və batinən. Və sələflərin gətirdiyi digər ifadələr də bunu izah edir. Yəni sırat-ı müstəqimi, yəni bunun ətrafında dövran edir. Yəni həqiqət baxımından arada bu ifadələr arasında bir ixtilaf yoxdur. Və bunlar növlü ixtilafa daxil. Var ixtilaflar, ziddiyyətli ixtilaflar, bir də var növlü ixtilaflar. İbn Teymiyyə rahimehullah deyir ki: "Es-sıratul müstəqim ən təf'alə fi kulli vaqtin ma umirte bihi fi zalikal vaqt min ilm və əməl." Və sıratul müstəqim nədir? Hər bir vaxt sənə əmr olunanı o vaxtda elm və əməl baxımından yerinə yetirməyindir. Necə şəkil edir? Və sıratul müstəqim deyir, hər bir vaxt sənə nə əmr olunubsa, o vaxtın vəzifəsini elm və əməl baxımından yerinə yetirməyindir. Və hədə yəhtəc fi kulli vaxt ilə ən tə'almə umira bihi fi dəlikəl vaxt. Yəni bu da o deməkdir ki, hər bir vaxt səndən nə tələb olunduğunu insan bilməlidir. İnsan bilməlisən ki, nə tələb olunur. Və bundan öncə qeyd olunan hidayətlər də hansı ki, insan buna ehtiyacı vardır. Və hədə yəhtəc fi kulli vaxt ilə ən tə'almə mə umira bihi fi dəlikəl vaxt. Yəni bu da insandan tələb edir ki, hər bir vaxt ondan nə tələb olunur, bu vaxt mənim üzərimə düşən vəzifə nədir? Məndən qadağan olunan şey nədir? Və ilə yəhsul ləkə iradə cəzbi fi'l mə'mur. Yəni insanda qəti qərar olmalıdır, əmr olunanı yerinə yetirmək üçün və həmçinin tərk olunanı, yəni qadağanı tərk etmək üçün qətiyyət olmalıdır. Hədəl ilmul müfassal vəl iradul mufassal la yutəsə ən təhsul al fi vaqtin vahid. Hansı ki bu təfsilatlı elmdə insana bir vaxtda hasıl olması da mümkün deyil. Bəl kullu vaxt yəhtəc ən yec'al Allah fi qalbi minəl ulum. İnsan ona görə həm daima insan istəməlidir.
ki Allah Teala ona elm versin və doğru yola hidayət olmağı Rəbbindən istəsin. Yaqul na'am hasalahu hadiyun mucmal. Ola bilər insana ümumi hidayət hasil olsun. Məsələn, Quran haqqdır, bilik Quran haqqdır, Rasul haqqdır, din İslam dini haqqdır. Bu ümumi bir şeydir. La yughni illem yahsulahu hudan mufassal. Yəni ona təfsilatlı hasil olmadığı zaman ona o qədər faydası olmur. Hər bir şey insan yerinə yetirdiyi zaman, tərk etmək istədiyi zaman. Və bəzən görürsən insan öz nəfsi istəyini, şəhvətini üstün tutur. Və həmçinin deyir ki, insan zalim olaraq, cahil olaraq yaradılır. Yəni insan olaraq insanda nə var? Zülm var, cəhalət var. Və həmçinin əslində insanın bilməməzliyidir. Əsl olduğu bilməməzlik. Çünki Allah Teala heç nə bilmədiyiniz halda sizi analarınızın bətnindən çıxartmışdır. Və görürsən insanın meyil olaraq şərrə meyil edir. Və buna görə də bu təfsilatı bilməyə ehtiyacı vardır ki, cəhaləti özündən dəf eləsin. Və həmçinin sevgi və nifrət məsələsində ədalətli olsun, qəzəbində, bir şey yerinə yetirərkən, tərk edərkən, yediyi zaman, içdiyi zaman. Və sonra deyir ki, فَكُلُّ مَا يَقُلْ وَيَعْمَلُهُ يَحْتَاجُ فِي إِلَى عِلْمٍ. İnsanın hər bir etdiyində, hər bir söylədiyində elmə ehtiyacı var. Hansı ki, elm cəhalətin əksidir. Və eyni zamanda da zülmün əksi olan ədalətə ehtiyacı vardır. فَاِنْ لَمْ يَمُنَّ اللّٰهُ عَلَيْهِ بِالْعِلْمِ الْخَاصِ. Əgər Allah Teala insana təfsilatlı elm bəxş etməsə, təfsilatlı ədalət bəxş etməsə, insanda cəhalət və zülm olacaqdır. İnnehu kana zaluman cahula. İnsan nədir? İnsan zalim və cahildir. Və ondan çıxması üçün nə lazımdır? Elm lazımdır və həmçinin lazımdır? Zülmdən çıxmaq ədalət lazımdır. Yaxşı. Sonra buyurur ki, İbn-i Qayyim rahimehullah, İnne sırat la yakunu keda, yani la yakunu tariq sıratan illa ila tadamuna 5 umur. Sırat özündə 5 şeyi əhatə etməsə sırat olmur. Və yaxud da 5 vəsfi özündə əhatə etməsə. Birinci düzgünlük, düz olmalıdır. Əgər yol belə əyri olarsa sırat sayılmır. İkinci, məqsədə çatdıran olmalıdır. İkinci vəsfi nədir? Sıratın ikinci vəsfi məqsədə çatdıran. Üçüncü vəsfi isə yaxın olmalıdır. Yəni yol uzun yoldursa sırat sayılmır. Yaxın olmalıdır. Və birinci vəsf nədir? Düz. Sonra məqsədə çatdıran. Üçüncü, yaxın olmalı. Və həmçinin gedənləri özündə əhatə edə bilməlidir. Yəni geniş olmalıdır. Belə deyək də qısaca geniş olmalı. Bu dördüncü vəsfidir. Və beşinci isə ən yekuna mutəəyyinən lil məqsud. Təəyyünuhu tariqan lil məqsud. Yəni məqsədə çatdıran yol olaraq təyin olunmasıdır. Yəni bu yolun məqsədə çatdıran yol olaraq təyin olunmasıdır. Deməli, xülasə odur ki, həndəsə əhlində, iki nöqtənin arasını bağlayan ən yaxın, ən qısa yol sayılır. Ən qısa yol, düz yol, düz yoldur. Amma belə yay formasında olanda, əyri olanda uzun olur. Və iki nöqtənin arasını birləşdirən xəttə düz xətt deyilir. Ən qısa xəttdir. Ən qısa xətt. Deməli, sırat da odur. وَلَاحِظُ أَنَّ أَفْرَدَ الصِّرَاط. Baxın, burada deyir, sırat təkdə gəlir. Əs-sırat. Əs-sırat. İhdinəs-sırat. Və ikinci vəsfində isə əl-müstəqim gəlir. Və əs-sırat gəlməsi isə onu bildirir ki, xüsusi yoldur. İhdinəs-sırat, sıratan müstəqimə. Yəni bizi düzgün yola yönəldir. Deməli, nə qədər qeydlər çoxalırsa və bir o qədər onun təyin olunması dəqiq olur. Məsələn, sən deyirsən ki, mən su istəyirəm. Yəni, istənilən su. Yəni, istəyir yağış suyu olsun, dəniz suyu olsun, çay suyu olsun, quyu suyu olsun, fərqi olmur. Mən deyəndə ki, mən su istəyirəm.
İsti təmiz olsun, soyuq olsun, isti olsun. Amma sən deyəndə ki, mən təmiz su istəyirəm. Əlavə qeyd gəldi də. Uridu ma'an naqiyan. Onda çirkli sular kənara çıxır. Amma bir də deyirsən ki, mən təmiz və şirin su istəyirəm. Şirin yəni içməli. Onda təmiz olan və duzlu sular kənara çıxır. Hər dəfə qeyd gələndə görsən, məsələ daralır da. Desən ki, mən təmiz, şirin və soyuq su istəyirəm. Onda belə vəsfi olmayan sular hamısı kənara çıxır. Yəni, kulləmə kənəl quyud vəl avsaf, kulləmə kənə dəlik əktər təhdidən. Deməli, nə qədər qeydlər çox olursa, o qədər də onun təyin olunması, tərifi nə olur? Dəqiq olur. Baxın deyir, Allah Teala Bəni İsrailə nə deyir? Birinci, inək kəsin. Onlar istənilən inək kəssəydi, keçərli olardı. Onlar məsələni çətinləşdirirlər. Deyirlər ki, onun sifəti haqqında, yaşı haqqında sual verirlər. Gəlir ki, orta olsun. Sonra gəlir, rəngi haqqında sarı olsun. Sonra gəlir, xarac əbqar, əs-sagir və əbqar kəbira. Və görürsən ki, vəsflər artdıqca daha məsələ incələşir. Digər rənglər aradan qalxır. Sonra mənfəətləri haqqında soruşulur. Lə dəlulun tutirul arda və lə təskil hərdə musəlləmətun lə əşiyyətə fiyhə. Yəni, əkində olmamalı, boyunduruq görməməli və suvarılmamalı, onun üzərində əkin suvarılmamalı. Yəni ki, vəsflər nə demək? Vəsflər elə ki, mövsufu, vəsf olunanı daraltmış olur. Və axırda da onu çətinliklə tapırlar. Bütün işlər də belədir. Və idə qal ihdina sıratan müstəqimə. Əgər desəydi ki, bizi qeyri-müəyyənlikdə də istənilən doğru yola yönəlt, bu genişdir. Amma ihdina sıratan fəqat, yalnız sırata yönəltilsəydi, Ləmə yəqul ihdina sıratal müstəqim hədə yədu alə təəyyuni. Deməli, əs-sırat, əl-müstəqim gəlməsi onun təyin olunmasına dəlalət edir. Yəni, bütün əyri yollar kənara çıxır. Leysə hunəkə sırat axar yasır bil abd ilə nəcəl. Yəni, o deməkdir ki, bir dənə yolda Allaha çatdıran. Başqa yollar Allaha çatdırmır. Necə ki, İbn Məsuddan gələn rəvayətdə deyir ki, xatta lənə Rasulullah sallallahu aleyhi ve sellem xatta. Peyğəmbər sallallahu aleyhi ve sellem bizim üçün bir xət çəkir. Deyir ki, bu Allahın yoludur. Thumma xatta xututa an yemini və aniyyə. Sonra sağında və solunda xətlər çəkir. Və düz xət, sonra sağında və solunda xırda-xırda xətlər çəkir. Deyir ki, hədihi subul alə kulli səbil şeytan yadu iləyəm. Deməli, bunlar qıraqda çəkilən xırda-xırda xətlər yollardır. Bu yoldur. Bunlar nədir? Yollardır. Hər yolun başında da şeytan oturub o yola çağırır. Və Allah Teala deyir: "Və enne hada sirati mustaqiman fettabi'u." Bu mənim yolumdur, ona tabe olun. "Və la tettabi'us subula feteferraqa bikum an sabili." Yollara tabe olmayın. Sizi Allahın yolundan azdırar. Deməli, yollar nədir? Çoxdur. Amma Allahın yolu birdir. Və buna görə də xüsusi olaraq burada təriflər gəlib keçir. Yaxşı, bundan sonra görək nə kimi faydalar var. Geniş niyə? Hə? Biri də geniş idi. Yəni genişliyi, yəni gedənləri özündə əhatə etməli. Çünki o sözün kökünə baxın, udmaq mənasını verir. Olursun gəldi və yaxud keçib, udmaq. Yəni geniş olmalıdır. Kim istəyirsə, yəni bir var, məsələn, Allah Teala'nın nimətindəndir ki, bu yolu, bu cür xeyirli işlər hamı üçün keçərlidir. Hamı onu əldə edə bilər. Amma başqa, məsələn, dünyavi şeylərdə necədir? Dünyavi şeylərdə. Kiməsə ola bilər, kimsə ondan məhrum ola bilər. Məsələn, adi vəzifənin özü misal üçün də, vəzifə, kimsə ora çatdırsa, başqaları usta bilmir. Amma bu dini xeyirlər, uca məsələlər, yəni hamıya aiddir.
Mesela öyle şey var, olabilir ki dünya zengin alabilir, kasıb olabilir. Ama la ilahe illallah, tevhid, hamı kasıb da onu diyebilir. Ve həmçinin, Kıyamet günü Allah'ı ayet benzerdir. ha? Ve həmçinin, Aya benzerdir. ha, yani heç bir çətinlik çəkmədən qiyamət günü görmək. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, necə ki siz ayı, o bədirlənmiş ayı görürsünüz. Sən bir vaxt neyəsə baxanda belə boyun çatmayanda belə qalxıb boylanırsan da görəsən deyə. Amma göydəki ay hamı görür də. Və necə ki siz rahat görürsünüz və qiyamət günü də Allahı o cür rahat görəcəksiniz. Yaxşı, buraları götürdük. Burada da bir çətin şey yox da. Bundan sonra gəlir müəyyən məsələlər. Sıratallazina en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Burada İhdina sıratal mustaqim. Sıratallazina en'amte aleyhim. Şimdi bunu izah edir. İhdina sıratal mustaqim. Dua ederek deyirik ki bizi doğru yola hidayet et. Sonra biraz da izah gəlir ki kimin yoluna? Nimet verdiğin kəslərin yoluna. Sıratallezine en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Şimdi bunun üzerinde biraz dayanmalı olacağız. Sıratallezine en'amte aleyhim. فكأن لديه طلب معرفة ما إذا كان هذا الصراط مختصا بنا أم سلكه غيره. Ve insan bunu okuduğu zaman elə bir sual yaranır. Bizi doğru yola yönelt. Yani görürsen bu yol yalnız bize mi aitti yoksa bizden evvel bu yolu gedenler olup mu? Demek sıratallezine en'amte aleyhim, Allah Teala der ki yani senin nimet verdiğin kəslərin yoluna demek bu yolu tek siz getmirsiniz. Bu yolu sizden önce gidenler olup. Sizden önce gidenler olup. Necə ki, mesela bir insan adi dünyavi yollarda da, o da gelecek yine inşallah. Mesela bir yoldu. Mesela insan getmiyor. Soruşur bu yol hakkında. Sen de deyirsən ki, bu yol salınmış yol, yani gedilen yol, işlək yol, belə deyək də işlək yol. Adam rahat olur. Ama bir de var, deyirsən ki, bu yol sen birinci gelirsən. Bu yol sen birinci gelirsən. Narahat olar, olmaz. Narahat olacaq. Yani eynilə də burada da Allah Teala hatırladır ki, sırat-ı müstakim elə bir yoldur ki, yani bu yolu sen birinci getmirsən. Buradan senden evvel insanlar gedib, necə insanlar, necə insanlar. ثم قلت له بعد ذلك تؤكد له صحة هذه الطريق وتحل على رسوله فتقول له هذا الإنسان هذا الموصل إلى المقصود. Sonra elə bir ki, yenə də onu həvəsli, məsələn, yol göstərirsən, həvəsləndirmək üçün deyirsən ki, bu yol sənin məqsədinə çatdırır. Və sonra deyirsən ki, yəni bu yolu müsafirlər gedib, nicat əhli gedib. Çünki nəfslər elədir ki, nəfslər çox vaxt kimisə nümunə götürməyi xoşlayır. Kimisə tabi olmağı, nümunə götürməyi. Necə ki, belə bir misal var. İnnən nəs kəsrabil qata cubul alə təşəbbü ba'dın bi ba'd. Yəni, insanlar deyil, qaz sürüsü kimidir. Bir-birinə oxşamağı xoşluyurlar. İnsan fitrətində var da. Və insan biləndə ki, bu yol işlək yoldur. Və həmçin biləndə ki, bu iş nə qədər məşəqqətli olsa da, artıq özündən əvvəl bu insanlar bunu edib, görürsən ki, yolu qət edir və o yolu getməyə çalışır və yolu getdiyi zaman nə qədər ağır olsa təsəlli tapmasına səbəb olur. Hətta görürsən ki, xəstəliklərdə də insanlar təsəlli tapır. Məsələn, deyiləndə ki, filan kəsdə də o xəstəlik var. Filan kəsdə də o problem var, sıxıntı var və görürsən, insan təsəlli tapmasına səbəb olur. Amma bir məsələn, insan xəstədir, elə bir yalnız özündə var. Ona çox ağır gəlir. Amma deyəndə ki, filan kəs o qonşuda da, bunda da, onda da, səndə olandan və daha da artıqdır.
Deyir, insan rahatlıq tapır. Amma belə baxanda onun xəstəliyini heç nə götürülmür. Amma rahatlanmasına səbəb olur, təsəlli tapmasına səbəb olur. Ona görə Xansər radiyallahu anhə yəni bir döyüşdə 4 yaxınını itirir, kişilərdən 4 yaxınını itirir və deyir ki, وَلَوْلَا كَثْرَةُ الْبَاكِينَ حَوْلِي عَلَى إِخْوَانِهِمْ لَقَتَلْتُ نَفْسِي. Əgər mənim ətrafımda öz qardaşları üçün çoxlu sayda ağlayanlar olmasaydı, mən özümü öldürərdim. Və beləliklə insan yəni nə edir? Təsəlli tapır. Deməli burada ihdina sıratal müstəqim ümumi gəldi. İnsan dua edir ki, ya Rab, məni doğru yola yönəlt. Sonra təfsilat gəlir. Kimin yoluna? Sıratallezine en'amte aleyhim. Nemət verdiyin kəslərin yoluna. Nemət verdiyin kəslərin yoluna. Burada en'amte aleyhim gəlir. Sıratallezine en'amte aleyhim. Nemət verdiyin kəslər. Nemət verilənlər kimlərdir? Peyğəmbərlər, siddiqlər, şəhidlər, salihlər. Yəni ki, ayədə gəlir. "Omen yuti'illah ve rasul fe ulaika ma'allezine en'ama Allahu aleyhim minen nebiyyin ve sıddıqin ve şuhada ve salihin ve hasuna ulaika rafiqa." Onlar yoldaşlığı necə gözəldir. Və bunlar nemət verilənlərdir. Nə üçün gəlmədi bu fikrin? Nə üçün gəlmədi ki, ihtinas sıratal müstəqim, sıratan nebiyyin, sıddıqin ve şuhada ve salihin. Necə mən bir dənə sual təkrar. Deyir burada gəldi ki, ihtinas sıra bizi doğru yola yönəlt və nemət verdiyin kəslərin yoluna da sıratallezine en'am ümumi gəldi də nemət verdiyin kəslərin yoluna. Ayədə də bilirik ki, nemət verilənlər kimlərdir? Peyğəmbərlər, siddiqlər, şəhidlər, salihlər. Nə üçün gəlmədi ki, ihtinas sıratal müstəqim, sıratan nebiyyin və sıddiqin və şuhada və salihin. Bizden öncekiler de nimet verilenden vardı. Çünki bu ayədə açıqlayır da bunu. Yox, sən belə baxanda, onlar hamısı nemət. Burada ümumi gəldi də. Yox da məsələn, nə üçün gəlmədi ki, bizi doğru yola yönəlt, Peyğəmbərlərin yoluna. Hə? Bunun cavabında 3 tərəfdən cavab verirlərdir alimlər. Cavab gətirirlər. İhdar edin ində simə hədə. İnsan bunu eşitdiyi zaman zihninin diqqətini yönətmək üçün وَذَلِكَ بِأَنَّ إِسْتِيقَاكُمْ مِنَ الْمُنْعَمْ عَلَيْهِمْ إِنَّمَا هُوَ بِهِدَايَتِهِمْ. Yəni insan da bunu eşidəndə xatırlasın ki, onların nemət verilənlərdən olması bu sırada hidayət olmalarına görədir. Yəni eşidən insan başa düşsün ki, nə üçün onlar nemət verilənlərdən olurlar? Peyğəmbərlər, siddiqlər, şəhidlər, salihlər. Nə üçün? Hidayet oldu. Nemət bu yola düşdüklərinə görə. Bu yola nə üçün bu vəzifəyə layiq olublar? Çünki onlar sırat-ı müstəqimi getdiklərinə görə. Ha? Yəni onlarla Allah arasında bir qohumluq yoxdur. Peyğəmbərlər, siddiqlər, şəhidlər, onlarla Allah arasında bir bağlantı, qohumluq yoxdur deyir. Yəni onların nemət verilənlərdən olmasının səbəb nədir? Doğru yol getmələr. Çatır mı? Belə gəzdik. Demək, birinci cavab nə oldu? Birinci cavab oldu ki, yəni, başqa ayədən bilir ki, nemət verilənlər kimlərdir? Nemət verilənlər Peyğəmbərlər, siddiqlər, şəhidlər, salihlər. Və də insan eşidəndə bilsin ki, nə üçün onlar Peyğəmbərlər, siddiqlər, nemət verilənlərdəndir? Bu yolu getdiklərinə görə. Mən də bu yolu geçsəm onlardan olursam, nemət verilənlərdən. İkinci cavab isə odur ki, bu nemət verdiyin kəslərin yoluna hidayət elə, bu təqlidi atmağa işarədir. Təqlid. Təqlid birlikdə. Təqlid. Yəni Allah Teala fərdlərə, şəxslərə, adlara bağlamadı. Nəyə bağladı? Vəsflərə bağladı. Allah da nəyə bağlamadı? Şəxslərə, fərdlərə, adlara bağlamadı. Vəsflərə, sifət, vəsflərə bağladı. Dedi ki, sıratallezine en'amte aleyhim. Sənin nimət verdiyin kəslər. Bu nədir? Vəsfdir, sifətdir. Adlar çəkilmədi. Şəxslər keçmədi.